Sot torpaq sahəsində möhtəşəm şəxsi bir evimizin təqdimatındayım. Hörmətli izləyicilərimiz, baxın bu hissədə bağ sahəsi saxlanılıb. Bu hissəyə avtomobil daxil olmaq üçün yer saxlanılıb. Gül kollarından istifadə olunub. 3 monolit var evdə. Qoşa daşdan inşa olunub. Möhtəşəm bir evdir. İzləmədə qalın. Hər birisinə özünüz incəliklərlə kimi şahid olacaqsınız. Mülkiyyət sənəddir, yəni çıxarışdır. Dövlət ipotekasına da yararlıdır. Bu hissədə setki hissəsidir gördüyünüz kimi. Şəlaləsinə kimi hər birisi var. Bunlar işlək olanda daha fərqli görünüş görürsünüz. 3 mərtəbədən ibarətdir. Yəni buradan 2 mərtəbə görsənə bilər. Bir mərtəbədə yan hissədən qaraj hissəsi var ki, onu da irəliləyən dəqiqələrdə sizə təqdimat edəcəm. Evin hər bir hissəsinə keçmək olur. Yerdən kifayət qədər kürsülü daxil olan iç sahəsinin təqdimatına. Bu hissədə kombi üçün yer alıb, kameralar hər birisi yaxınlığında. Yəni şəxsi ev buradan bəllidir ki, və girişdə böyük bir foye bizi qarşılayır. Çox gözəl təmiri var. Mətbəxə baxın, hörmətli izləyicilərimiz, geniş mətbəx, bütün aynaların qarşısı açıqdır. Mətbəxin genişliyi oradan bəllidir ki, 2 aynası var. Bu hissədə yerləşiriksə, möhtəşəm qonaq otağımız, maşallah olsun, çox geniş, işıqlı qonaq otağımız var. Həqiqətən də bu evə mütləq almağa dəyər. Yerləşmə yerini açıqlayayım. Abşeron rayonu Saray qəsəbəsi, Tərlan Şanlıq Sarayının arx hissəsində yola yaxındır. Bura birinci mərtəbədə olan yataq otağı, maşallah olsun. Yəni, burada kvadrat sahə çox genişdir. Bu hissədə isə sankar qovşağı yerləşir. Və az öncə bildirdiyim kimi 3 mərtəbədən ibarətdir. Bir mərtəbə, baxın dəyərli izləyəcəyimiz, qaraj kimi nəzərdə tutulub. Baxın, tam olaraq sizə göstərim. Baxın, rahat şəkildə 2 avtomobilli pultla jaluz qapısı, qaraj hissəsidir ki, monolitdir. Burada köməkçi sahələr yerləşir və qalxaq evimizin 3-cü mərtəbəsi. Yəni, yaşayışın isə 2-ci mərtəbəsinin təqdimatına. Çox gözəl evdir, səliqəli təmir olunub, beton pləkən, üzüm meşə materialdan işlənilib. 2-ci mərtəbədə isə yerləşir 3 geniş, çox geniş yataq otağı. Bura foyedir, otaq 4. Geniş foyesi var. Həqiqətən də ləzzət eləyir. Bura eyvan hissəsinə çıxış, önə baxan evdir. 4 tərəfi, hər bir tərəfi açıqdır. Birləşik evlərdən deyil. Burada yerləşir digər yataq otağından birincisi, 2-ci mərtəbədə olan. Bura 2-ci yataq otağı. Burada əşyalar yerləşmir deyilən söz yoxdur. Mütləq gəlin, bu evə sahib olun. Adətən belə evləri 200 mindən yuxarı təklif olunur, amma ev sahibi çox gözəl qiymətə qoyub. Otaqdan eyvana çıxışda var. 158 min statın qiymətdir. Real müştərilər də qiymətdə razılaşmaq da olacaq. Burada sankar qovşaq, 2-ci mərtəbədə olan 158 min statlı qiymət. 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.